Bir gün bir dəfə dağdan yenirmiş. Gör ki bir daha qoca kişi oturub yanında da çift. Deyir hacı nə yaşıyorsan? Deyir mən tək tirəndəzəm. Deyir hacı o əsləhədir. Kişinin alsı görür əsləhə. Deyir hacı baxa bilən bu əsləhəyə mən. Deyir bax niyə baxanmazsın? Götür dürbünlə belə baxır əsləhə dürbününə. Deyir ay oğlan bunun dürbününə qəşəngdir hər yağda görsədir. Deyir baba bu evimizi də görsədir. Qoca kişi deyir mən niyə görsətmir? Deyir bir baxım evimizə. Kişi çığırır belə evlərinə gör ki baba arvadı puşişi namünasib otaqabda. Həmsəyə arvadın dibində. Deyir ki hacı bir güllərin birini neçəyə vurursan? Deyir 100.000 tümənə. Deyir 2 güllə vuracaqsan 200.000 verəm. Deyir nə mən avırım qoca kişiyə. Deyir ki hacı bir dana arvadımın ağzından vuracaqsan evdə çox danışır. Bir də ki o həmsəyan şeyindən, zəncirindən vuracaqsan ki girib mənim arvadımın yanında otaqaba. Qoca kişi deyir həllidir. Kişi belə uzanar baxar. 2 saniye məqsələ oğlan deyək ki baba vur da hacı vur qutar da deyək düzgünən istəyirəm bir güllədi ikisini də həll eləyər. Baxça xodətən bədə mi fəhmi bilmədim mi seydə?